Cruise.azın dəyərli dostları, müştəriləri, Costa Toscana gəmisindəyik. 15027 nömrəli otaq. Costa hər il ölkələr üzrə ən yaxşıları dəvət edir öz tədbirinə. Otağımıza daxil oluruq. Costa gəmilərinin yenilərinin əlbəttə ki, otaqları sizə yad deyil. Otağa girər-girməz açıq rənglər qarşılayır. İşığı həmən təmin edirik. Otağın girişi belə. Girən kimi həmən sol tərəfdə seyfimiz və əşyalarınızı qoymaq üçün lazım olanlar bu şəkildə duş. Costa gəmilərində belə bir şüşədir duşdan, amma pərdəsi var. Bunu sizin üçün soruşacağım. Nə üçün belə bir dizayn eləyiblər? Təqibində xilasedici jiletlər, ısılğanlar və ehtiyac halında istədiyiniz təqdirdə əlavə ödənişlə paltarlarınızın ütülənməyi və yuyulmağı üçün xidmət. Bu şəkil çox fərah rənglərdən istifadə olunub. Üçüncü şəxs istəyirsə burada yata bilər, amma bunu divan kimi də rahat istifadə edə bilirsiniz. Deməli, burada gördüyünüz kimi Costa öz yaxşılarını dəvət edib. Burada bir tədbirdir. Bu da kiçik bir hədiyyələridir. Və balkonumuz. Rahat bir şəkildə açılır. İki yerdən bağlanma var. Bir buradan bağlanır. Bir də buradan ki, uşaqların əli çatmasın. Əgər uşaqla səyahət edirsinizsə. Belə bir balkon və İtaliyanın Savona şəhəri. Bu şəhərə necə gəlib çatılacağı ilə əlaqədar ən gözəl, ən doğru yolu sizə bildirəcəm. Gəmilərdə körpü dediyimiz isə hardan ki, gəmilər idarə olunur. Gəminin burun hissəsindəyik bu dəfə və bəzilərimizin sualları ki olur, gəmi yırğalanırmı, narahat edirmi? Bunu bu səfər əyanı yaşayacağıq. Digər kruzlərdən olmuşdu, amma indi yenə də real rejimdə bu marşrut üzrə baxarıq. Sizə ümumi otağın görüntüsünü təkrar yavaş-yavaş çəkib göstərirəm. Bu şəkil. Boş bir çəkməcəmiz. Bəzilərimiz soruşur, fen olurmu? Bəli, fen olur. Feni var. Elektrik yuvaları həm USB üçün, həm də normal rozetkalar üçün. TV. Və bir də gəminin ümumi görüntüsü. Təkrar demək olar girişdən bir daha rahat bir şəkildə görün deyə. Çox gözəl bir səyahət və tədbirlər bizi gözləyir. Hələlik.